Salam Emel xanım. Salam. Yeni bir termin eşitmişəm. Hipotermiya nədir? Hipotermiya insanın bədən daxilindəki temperaturun normadan aşağı düşməsi halıdır. Hipotermiya bədən istiliyini itirəndə, onu sürətlə geri qazana bilməyəndə yaranır. Yəni bədənin soyumasıdır və həyatı təhlükə daşıyan bir haldır. Emel xanım, bəs hansı səbəblərdən yarana bilər? Hipotermiya hansı səbəblərdən yarana bilər? Uzun müddət soyuq havada qaldıqda və yaxud da islanmış paltarda uzun müddət qaldıqda, bəzən də spirtli içkilər içdikdə və yaxud da bəzi dərmanların təsirində də bu hallar yarana bilir. Bəs əsas əlamətləri hansılardır? Əsas əlamətləri hipotermiya zamanı insanın titrəməsi, dərinin mavi və solğun olması, nəbzin zəifləməsi, çətin nəfəs alması, danışa bilməməsi kimi halların görə bilirik. Bəs bu zaman insanda hansı psixoloji halını görə bilirik? Bədənin istiliyi 34 dərəcədən aşağı düşdüyünə görə beyin funksiyaları artıq zəifləyir. Belə ki, fikirlər qarışır, reallıq hissindən insan uzaqlaşmış olur. Bu zaman qərar verməkdə və istiqamət tapmaqda insan çətinlik çəkir. Bir də emosional boşluq yaranır, nə qorxu, nə istək, nə də bir ağrı hiss etmir. İlk yardım zamanı isti geyimlər təmin etmək, spirtsiz isti içkilər içirtmək, bir də tibbi yardım çağırmaq.